Təcili olaraq Yeni Yasamalın ən gözəl yerində 4 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın Albalı uşaq bağçasının yaxınlığında yeni inşa olmuş 18 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 130 kvadrat olan qanuni 3 otaqlı mənzildir ki, 4 otağa düzəlibdir, ideal təmirlidir. Qazı, suyu, işığı daimidir. Ən əsas məsələ ondan ibarətdir ki, mənzilin sənədi kupçadır. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsinin sonunda 77 nömrəli avtobus xəttinin sonuncu dayanacağına yaxın Albalı uşaq bağçasının yaxınlığında yeni inşa olunmuş 18 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 130 kvadrat olan qanuni 3 otaqlı mənzildir ki, 4 otağa düzəlibdir və ideal təmir olunmuş bir mənzildir. Binanın qazı, suyu, işığı daimidir. Əvvəldə də bildirdiyim kimi yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzil sənədi kupça olduğu üçün ipotekaya yararlıdır. Mənzil əşyaları ilə birlikdə satılır. Binanın 2 ədəd Hyundai markalı lifti mövcuddur. Mənzil əvvəldə də bildirdiyim kimi əşyalı olaraq satılır və bu mənzilin qiyməti 228 min manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.